Salam, xoş gördük hörmətli izləyicilər. 2 mərtəbəli ev. Bu ev satışa çıxarılıb 124 min manata. Üstündə kombidə hədiyyə olunacaq. 3 dənə bunun sanitar qovşağı var. Üçündə aksesuarların yığıb təhvil veriləcək sizə. Bir dənə sizə qalacaq mətbəx mebeli. Kupçası da var, sayğacları da var. Qaz, su, işıq. Kanalizasiyası mərkəzidir. 2 mərtəbəli evdir. Birinci mərtəbəsinin yeri də monolitdir. 1 ilə 2-nin ortası da monolitdir. Mütləq gəlin bu evə baxın. Çəkilişimizi buradan, girəcək koridordan başlamışıq. Buradan pilləkən qalxır ikinci mərtəbəyə, zəhmət olmasa yavaş-yavaş yaxınlaşın. Birinci mərtəbədə, ikinci mərtəbədə hamısı isti poldur. Birbaşa buradan koridorla gəlirik qonaq otağına. Yəni zala. Bax bu zalıdır görürsünüz. Neçə kvadratdır zala? 25 kvadrat tək zalıdır qonaq otağı. İndi də əksinə çəkək. Bax burada da TV stentin yeri var. Burada baxın. Bax TV stentin yeri burada quraşdırılıb. Pəncərəsi var, ara məsafəsi var, ən əsas. Evin arxasında da var ara məsafəsi, böyründə də var, düzdür? Ara məsafələri var. Otaqlar laminatdır, koridor, hamam, tualet, mətbəx, keramikadır. Amma ev boydan boya hamısı istifoldur. Bir də bu evin nə üstünlüyü var? Aşağıda birinci mərtəbədə əlavə bir dənə belə yataq otağı var. Bax, görürsünüz. 2 mərtəbəli evlərdə ancaq 4 otaq olur. Bu 5 otaqlı evdir. Yataq otağından başqa qonaq otağı da var burada. Yəni qonaq otağından başqa bir dənə də əlavə yataq otağı var. Bu da mətbəximiz. Bu da mətbəxidir. Yeri də bütün keramikadır. Mebel arası keramikada vurulur. Pəncərələr də qəşəng pəncərələrdir. Görürsünüz, çox qəşəng səlqə sahmanlı evdir. Mütləq gəlin bu evə baxın. Qiyməti neçədir? 124 min manatadır. Qiymətindən narahat olmayın. Ehtiyat endirim olunacaq. 5 otaqlı evdir. 3 dənə də sanitar qovşağı var. Mətbəxin TV stentinə qədər qoyulur. Davam eləyək. Bu birinci mərtəbənin sanitar qovşağıdır. Bax, birinci mərtəbənin sanitar qovşağıdır. Bunlar hamısı yığılıb təhvil veriləcək. Burada da pilləkənin altında belə əldə ayaqda olan artıq şeylər yığmaq üçün belə bir qaladovkası var. Bir dənə buradan həyəti göstərək, sonra gələk şeyə, ikinci mərtəbəyə. Bax, burada evimizin həyətidir. Görürsünüz? Bax, bu jalüz qapıdır, göstərin. Jalüz qapısıdır, kaletka qapısıdır. Sonra mərkəz kanalizasiyanın trapıdır, boya boy. Bu da evimizdir. Evi görürsünüz. Polu da, yeri də monolitdir, 1 ilə 2-nin ortası da monolitdir. Buradan da ara məsafəsi var, arxadan da ara məsafəsi var. Buradan da padvala düşmək üçün yeri var. İnşallah gələndə bunları canlı görəcəiz. Bax, buradan padvala düşmək üçün xüsusi yer ayrılıb. Bütün joloblar mərkəzi kanalizasiyaya qoşulub. Bir də deyirəm, qaz, su, işıq, sənədi də kupçalıdır. Buradan ayaqqabı ilə çıxmaq olar. 5 otaqlı evdir, 124 min manata. Bax, bu gördüyünüz bura monolitdir. Polu da monolitdir. 3 dənə sanitar qovşağı var. 3 sanitar qovşağı, 5 otaqlı ev. Bu da ikinci mərtəbənin koridorudur. Baxın, bax bura qədər koridor gəlir. Burada kondisionerin yeri qoyulur, pəncərə burada ciftləndir, koridor olduğuna görə. İkinci mərtəbə ərazisi xüsusiyyətləri buradadır. Burada da ki, korrektoru yığıblar burada. Bax belə. Bu ikinci mərtəbənin 1 sanitar qovşağı. Görürsünüz? Sonra gəlirik yataq otaqlarına. Bax, bu bir yataq otağıdır. Görürsünüz? Bax, böyük yataq otağıdır. Bu yataq otağına aid olan bir dənə də sanitar qovşağı buradadır. Bu iminli bu yataq otağına aid olan. Bax belə. Sonra növbəti otaqlara da baxaq. Burada bir yataq otağıdır. Bir yataq otağı buradadır. Bir yataq otağı da buradadır. Bir yataq otağı da burada. Bax belə. İndi bir də gəl izah edeyim. Deməli, Saray qəsəbəsindədir bu ev. Yolun düz qırağındadır, qapının ağzına qədər asfaltdır, düz darvazanın ağzından asfalt marşrut gedir, Sumqayıt avtobusu. 124 min manatadır, 5 otaqlı evdir, 3 dənə də sanitar qovşağı var. Sanitar qovşaqları da yığılıb hədiyyə kimi veriləcək evə alana, kombidə hədiyyə kimi alınıb veriləcək. Bir dənə sizə qalacaq mətbəx mebeli. Sağ olun.